Hüseynə bağlayan onun məzlumiyyəti deyil, başının kəsilməsi deyil. Bunu 100% bilin. Biz İmam Hüseynə bağlayan içimizdə fitrətən bizlə doğulan eşqdir, İmam Hüseyn eşqidir. İmam Hüseyn ona görə qətligaha getdi ki, ilahi icazə ver, öz içində olanları tikə-tikə olmaqla onun özünü aşkar edeyim. İçində olan Hüseyni oyadım içində. Hamısının içində bu var. Tarixdə nə qədər baş kəsilib. İmam Hüseynin göz yaşı axıdırsınız, İmam Hüseynin başının kəsilməyinə, susuzluğuna ağlamırsınız. İmam Hüseynin eşqidir sizi ağladan, yandıran, özü cəzb eləyir. Özü də sənin içindədir. Psixologlar deyir ki, müsibət davamlı yad edilə bilməz. Pis hallar olur həyatımızda. Mənim məsələn olur, yadıma düşəndə Allaha hərdən istəyirəm ki, ilahi, kiminsə pis halını görmüşəm, deyirəm ki, onu mənim yadımdan çıxart, narahat oluram. Ola bilməz ki, müsibətə bu qədər fokuslansın insan. Bitir, bezir adam. Bundan niyə bezmir? Çünki bunun mövzusu müsibət deyil. Sənin içində olan sevgi oyanıb, məhəbbət oyanıb. Sən aşiqsən bu adama, rozəsi bəhanədir. Rozəsi bəhanədir. İçində olan eşq oyanır. Sən sevdiyini düşünməkdən zövq alırsan. Bu imam-ümmət əlaqəsidir. İmamla ümmət əlaqəsi budur. Bu sevginin qərarsızlığıdır adam.